yoxdur. Hər olur olsun ailəlidir. Özünüzü ələ alın. Bəzilərinə keçməyəcəm. İndi birazdan bir nəfər var. Bir nəfərə desin, dost olar kakras. Danışacağım. Deyəcəm ki, yerini bilmir. Bütün hər şeyin görüntüsünü açdıracağım, tökəcəm ortaya. Mən ucuya susduqca bəziləri artırır, ağ eləyir. Axşamı gözləyirəm 9-10 radələrini. Ürək sözlərim olacaq mənim. Hər dəfə susduqca bəziləri artırırlar. Bu demək deyil ki, Ayşət susacaq nəyəsə. Ayşət qoyun deyil, özləri qoyun ola bilər. Özün yaxşı bilsən nə olub. Aydın nə olub? Gəl, gözlə səcət, gözlə. Aydın, gözlə, nə olub? Yaxşı da gəl qucağıma, gəl. Mənim balam biraz dəymə düşür. Oy sənə qurban olsun ana. Oy sənə heyran olsun ana. Səhərdən axşama qədər mən uşağa baxıram. Əsəblərim onsuz da yerində deyil. Narkoz udmuşam. Mənə bu qədər stres, həyəcan, əsəb gərginlik olmaz. Belə şeyləri nəzərə almaq lazımdır. Nəzərə ala bilmirsinizsə, demək bəziləri heyvandan betərdir. Heyvanlarda insanlaşma, insanlarda heyvandan betər məxluqalər gedir. Hə, balam biraz qucaq öyrəşib. Öyrəşsin də anasının qucağıdır. Yad bir insanın qucağı deyil ki, öz anasının qucağıdır. Anasının qucağını istəyir. 9 ay yox, 9 ay yox. 7 ay neçə gün, paşlı 8 ay. 8 ay əziyyətini çəkmişəm. 1 ay çəkə bilmədim də. Stres, həyəcanlardan qoydular ki, bütün günü stres, həyəcan. Stres, həyəcan, əsəb, gərginlik. Stres, həyəcan, əsəb, gərginlik. Ne terbiyesiz, haksızlar var ya. İmkan verirler ki. Neyse, canlıyı söndürürəm. Akşam 9-10 radələri. İndi 1-2 nəfər var. Onlarla danışacağım. Ürək sözlərimi deyəcəm. Həmin o şəxslərə ki, qoy çatdırsın o bir şəxsə ki, Ayşət yəhsiz deyil. Onlar yəhsiz ola bilər. Ayşət yəhsiz deyil. Atam bəli bu həyatda olmaya bilər. Amma kaş atam sağ olaydı. Kaş atam bu həyatda olaydı. Kaş. Bezmişəm. Atam istəyirəm. Hər şey boşdur. Versin. Nuray'ın belasını versin. Başka kimlerin adını çəkim? Ben size özünüze yığışın. Özünüze yığışın. Allah sizi yok eylesin. Bu günler Zeynep'ime de üst tutacağım. Zeynep'ime göre Hüseyin'den kestim. Bugün Zeynep'ime de üst tutacağım. Onda biləcəklər Ayşət kimdir? Ayşət kimdir? Allah onları ağlar günə qoysun. Mənim
ad günüm bu illər zəhərə döndü. Ad günlər onların zəhər olsun. Yeni ildə elə bəd xəbərləri eşitsinlər ki, özlərinə gələ bilməsinlər. Atasız qız olaraq bunları onlara arzu edirəm. Neyse, canlıyı söndürəm, dəyərli izləyicilər, sağ olun. Ağlamama. Gör mən nə vəziyyətə düşdüm. Allah da onları ağlar günə qoysun.